yuxu yozma, yuxu özü peyğəmbərliyin 46'da biridir. Yəni insan o yuxu ilə bir növ gələcəkdə baş vermiş bir hadisəni Allah Teala onun yuxu vasitəsilə bildirə bilər. Bu ən çox da xeyir hadisələr, sevincli hadisələr. Ona görə deyir Peyğəmbər, pisi yozmayın, o da başınıza gələ bilər. Ona görə deyir ki, bu yuxu Allah dərgahındandır, gözəl yuxu. Buyurur Peyğəmbərimiz. Er-ru'ya salihə minallah. Gözəl yuxu Allah'tandır. Çünkü o gözəl yuxu, Allah'ta olan gözəl yuxu la yukzəb, yalan olmaz. Amma insanın öz nəfsində düşünməsi veya şeytan vəsvəsəsi de olabilir. Onu ayırmaq lazımdır. Hansı salih yuxudur, hansı salih yuxu değil. Bak burada çaşır insanlar. Yuxu var şeytandandır, yuxu var hədithən nəfs deyirlər. Nəfsi ilə danışma. Yəni yatmamışdan əvvəl bir şey o qədər düşünür, onu görür. O yuxu yozulmur. Və yaxud da deyirlər ki, kabus deyirlər ona, qorxulu yuxu. Yəni qorxulu yuxu. Yəni şeytan insana o yuxunu, insan şeytandan olan yuxu ki, insan üzülsün, kədərlənsin deyə. Ona görə o yuxuların deyir, yozulması nədir? Yoxdur. Bəzi insanlarda zehin güclüdür, yuxusunu yadda saxlayabilir. Nə baş verib? Bəziləri ancaq cüzü bir şey yadda saxlayabilir. Bəziləri isə heç nə yadlarında qalmır və deyirlər ki, mən yuxu görmürəm. Əksinə yanlışdır. Hər kəs yuxu görür. Sadəcə yuxusunu unudur. Yuxu görməyən insan yoxdur. Deyir, bəzi mən yuxu görmürəm. Xeyr, yuxu görürsən. Sadəcə yuxunu unudursan. Araşdırmalar göstərir ki, yəni zamanımızda yəni yuxu həqiqətən də insanın zehninə, zehni ilə bağlı bir şeydir. Və o məlumatları neynir? Saxlaya bilir beynində. Amma həmçin yuxu deyir, ruha bağlı bir şeydir. Ruhla əlaqəsi var. Ruh da qeyb aləminə bağlıdır. Ona görə də yəni yuxu ancaq şəriəti bilən insan yozmalıdır. Şəriət yolu ilə. Falçı deyil, cadükar deyil, bilməyəndə indi aç sosial şəbəkəni hər kəs yuxu yozur. Yozanların hamısı da yanlışdır. Yuxu yozan dini bilməlidir. Rasulullah, Allahın kəlamını bilməlidir. Rasulullahın buyruqlarını bilməlidir. Ona görə də yuxu nə deməkdir? İdrakatun, yəni hisslər ki, Allah Teala onu yuxu yozan, yuxunun görənin qəlbində və ya zehnində yaradır. Yuxu Allahın məxluqudur. Düşünün. Və insan da onunla neyinir? Bəzən yaşayır, bəzən qəlbi ilə, ruhu ilə, hissi ilə, bədəni ilə. Ona görə deyir ki, məşhur yuxu yozan İbn Sirin deyir ki, İnnəmə ucibu bizzan. Yəni, zənnimə, təxminə görə deyir, mən cavab verirəm, deyir. Və zannı yoxdur. Təxmin isə doğru da çıxa bilər, yanlış da çıxa bilər. Ona görə Peyğəmbərimiz s.ə.v yuxu yozmağı sevərdi. Ən gözəl yozan kim idi? Peyğəmbərimiz. Yəni, yuxu yozan deməli, nəyi bilməlidir? Dini bilməlidir, Quranı bilməlidir, şəriəti bilməlidir. Falçı yuxu yozar və ya dini, şəriəti bilməyən yuxu yozdurmayın. Dini bil, çünki nəyə görə dini bilməlidir? Peyğəmbərlikdən bir hissədir. Deməli, dinimizlə bağlıdır. Bu falçılıqla bağlı deyil, şeytanla bağlı deyil, cadukarla bağlı deyil.